Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla yumuşaq soba piraşkisi hazırlayacağım. Piraşkini hazırlamaq üçün 1 stəkan ilıq süd, 1 stəkan ilıq su götürmüşəm. Üzərinə 1 çay qaşığı şəkər, 1 çay qaşığı duz əlavə edirəm. 1 yemək qaşığı maya da əlavə edib qarışdırıram. Maya aktivləşdikdən sonra bir bütöv yumurta, digərinin isə ağını əlavə edirəm. Yarım stəkan duru yağ əlavə edirəm. Sonda ələnmiş unu da az-az əlavə edib xəmir yoğururam. Yumurtanın böyük və kiçikliyindən asılı olaraq unun miqdarı dəyişə bilər. Bu xəmirə təqribən 6-7 stəkan un gedir. Ələ yapışmayan yumşaq xəmir alınmalıdır. Hazır olduqdan sonra bir yerə yığıb üzərini streç ilə örtürəm. Dəsmalla örtüb təqribən 1 saat acımasını gözləyirəm. İçliyi həm ətli, həm toyuqlu, həm də kartoflu hazırlayacağam. Xırda doğranmış soğanın üzərinə biraz duru yağ və duz əlavə edirəm. Duzun hamısını əlavə etmirəm. Sonradan içliyin dadına baxacağam. Duzu az olarsa yenə əlavə edəcəm. Soğanı qazın üzərində hərdən qarışdıraraq biraz qovururam. Toyuqlu içliyi hazırlamaq üçün toyuq filesi götürmüşəm. Fileni xırda-xırda kubik şəklində doğrayıram. Nə qədər xırda doğransa bir o qədər yaxşıdır. Soğanın rəngi biraz dəyişdikdə üzərinə qıyma ət əlavə edirəm. Digər qaba isə əvvəlcədən doğradığım toyuq filesini əlavə edirəm. Ətin də toyuq filesini də üzərinə biraz stiyot əlavə edirəm. Sonra taxta qaşıqla qarışdırıram. Tavaların qapağını örtüb vamodda içliyi bişirirəm. Hərdən qarışdırmaq lazımdır ki, hər tərəfləri eyni qaydada pişsin. Bişərkən duzuna baxmaq lazımdır. Duzu az olsa yenidən əlavə edin. Yenə də hərdən bir qarışdırıram. Suyu tam çəkilib yağa düşdükdə içlik hazır olur. İçlikləri çox qızardıb yandırmaq olmaz. Suyu çəkilən kimi ocaqdan götürmək lazımdır. İçərisinə zövqə görə zirinci əlavə olunur. Zirinci əlavə edib qarışdırıram. Əgər xoşlamırsanızsa əlavə etməyə də bilərsiniz. Artıq xəmir acıyıbdır. Üzərindəki streçi götürüb acımış xəmirin əlimlə havasını çıxardıram. Dəzgahın üzərinə yerləşdirdiyim xəmirdən əlimlə hissələrə bölürəm. Böldüyüm hissələrdən yumru kündələr hazırlayıram. Adi qızartma piraşkidə olduğu kimi kartoflu içlik də hazırlamışam. Kündələri dəzgahın üzərində əlimlə yaydıqdan sonra içlik əlavə edirəm. Uc hissələrin bir-biri ilə birləşdirirəm. Sonra birləşdirdiyim hissəni alt üzə çevirirəm. Yerdə qalanları da eyni qaydada yayıb, içərisinə içlik əlavə etdikdən sonra bükürəm. Qeyd edim ki, bu cür piraşkiləri öz zövqünüzə görə müxtəlif içliklərlə hazırlaya bilərsiniz. Həm kartoflu, həm ətli, həm də toyuqlu piraşkilərin hər birinin özünə məxsus dadı var. Həqiqətən də hər biri çox gözəl, ləzzətli olur. Hazırladığım piraşkiləri yağ çəkdiyim listə düzürəm. Üzərindən azacıq basıram. Piraşkilərin üzərin salafanla örtüb təqribən 15-20 dəqiqə gözləyirəm ki, biraz acısınlar.
15-20 dəqiqə sonra xəmirin üzərindəki salafanı götürürəm. 1 ədəd yumurta sarısına 1 qaşıq duru yağ, 2 qaşıq da süd əlavə edib qarışdırmışam. Hazır xəmirin üzərinə çəkirəm. Piraşkilərin bir-birindən fərqlənməsi üçün bir hissəsinə çörək otu, bəzisinə küncüt səpirəm. Digər yerdə qalanını isə üzərinə heç nə əlavə etmirəm. Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada üzəri bu cür qızaranacan bişirirəm. Sobadan çıxardan kimi isti piraşkilərin üzərinə dəsmal örtürəm. 15-20 dəqiqə saxladıqdan sonra dəsmalı götürürəm. Artıq gördüyünüz kimi soba piraşkiləri hazırdır. Görürsünüz, çox gözəl qabarıb, yumşaqlığına söz ola bilməz. Dadı isə mükəmməldir. Həqiqətən də çox ləzzətli alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Neçə gün qalırsa qalsın, öz keyfiyyətini itirmir, qalıb boyatlamır. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.